Здравствуйте, дорогие друзья! С вами мы, проект «Эхо Баку». У нас в гостях сегодня первый раз, очень надеюсь, что не последний, будем чаще встречаться, Ганимат Заид. Ганимат Заид, главный редактор газеты «Азазак», первое азербайджанское независимое издание в новейшей истории страны. И автор телеграм-канала «Азербайджанский чат», «Азербайджан Хата». Ганимат, я приветствую вас, спасибо огромное, что приняли приглашение. Sağ olun devlete göre Bey. Окей, какие Азербайджан Бельнаун, да? Я думаю, что лучше азербайджанском, да, Хорошо, чем. Потому я что я понял. думаю, что вопрос, который мы будем обсуждать, она касается больше азербайджанскую аудиторию, нежели русскую. Хорошо. Окей. Aa, hmm, Ganimet Bey, son günler çoktan da böyle bir şey görmemiştik. Azerbaycan daxili siyasətində heç nə baş vermirdi. Tam şübhəliydi. İndi biz bir yeni canlanma görürük, hiss edirik. Bu da məlum skandaldan sonra köklənən bir şeydir. Yadınızdadırsa o hadisə baş verəndə bir çoxumuz bununla bağlı heç nə yazmadıq. Sizdə, mən də heç nə yazmadıq ki, çox iyrənc bir məsələdir. İnsanların şəxsi həyatına qarışmaq olmaz. Ancaq indi bu artıq siyasi faktora çevrilib. Azərbaycan hakimiyyəti yaxınları, sözçüləri bununla bağlı bəyanatlar verirlər və mənə bugün bir neçə saatından qabaq bir xarici nümayəndə gəlmişdi və soruşdu ki, sizin Xarici İşlər Nazirliyinin boyunca bağlı bəyanat olmayacaq bu yaxınlarda. Dedim ki, ola bilər. Artıq bu səviyyəyə çatıb. Soruşum sizdən, əvvəl bu başladığımız mövzuda Qənimət bəy, sizcə bu doğrudan şəxsi həyatdır ya Azərbaycan reallıqlarına nəzərə alanda bu şəxsi həyatdan bir qədər çox görünür? Aslında bilirsin Müslüm Bey, Azerbaycan'da siyaset yoktu değil. Ben devam edebilirim, yoksa siz Tabii, görünür. tabii, tabii. Mən Aha. öz videomu söndürürəm ki, siz ekrana tək qalasınız. Keyfiyyət daha da yaxşı olur onda. Hə, başa düşdüm. Onda mən sadəcə olaraq qaranlığa danışırmışam. İçimi Yaxşı, görmürəm biraz. yaxşı. Biraz tıncıxıram. Azərbaycanda siyasi həyat olmadığına görə, qapadıldığına görə bütün siyasi müstəvi uzun illər ərzində Azərbaycan hökumətinin, Azərbaycandakı rejimin özü müəyyənləşdirib. Həmin siyasi müstəviyə hansı informasiyaları atmaq olar, hansıları atmaq olmaz, hansıları qadağan eləmək lazımdır. Məsələn, bugün mən çox maraqlı və gülməli bir xəbər eşitdim. Oxudum, bütün sosial şəbəkələrdə yayılıb, mən də bir tweet attım. Bir keçmiş müstəntiqi həbs ediblər 15 tutuğa. Nəyə görə? Çünki o Facebook səhifəsində yazıb ki, Coca-Cola zərərli içkidir və onu içməyin. Və bu qadağan olunmuş informasiya kimi qiymətləndirilib, adamın tutub 15 tutuğa cəza veriblər. Müşfiq Abbasov, bəli, bugün bütün sosial şəbəkələri bəzəyən həmin informasiyadır. Mən buradan dərhal belə nəticə çıxara bilirəm ki, Azərbaycanda Coca-Cola-nı da, Pepsi-Cola-nı da istehsal edən şirkətlər Əliyev ailəsinə məxsusdur. Və ona görə də Coca-Cola əleyhinə hər hansı kampaniya qadağan olunmuş hərəkət və yaxud informasiya sayıla bilər. Görürsünüz, əslində Coca-Cola gülməlidir, siz də güldünüz, mən də gülərəm, hər kəs gülər, amma arkasında bir de görürsən gedib çıxır hansısa başqa məsələyə, ümumilli strateji məsələlərə. Uzun illər ərzində Azərbaycan rejimi özü müəyyənləşdirib, bayaq dediyim kimi, siyasi müstəvidə hansı informasiyalar keçə bilər, nə ümumiyyətlə siyasət sayılır, nə siyasət sayılmır və ümumi baxışla belə olub ki, kütlə üçün ötürülən ümumi impuls nədən ibarət olub? Siyasət çirkin peşədir, oraya girməyin. Bax bugün biz deyirik ya, məsələn siz də bayaq dediniz ki, bu çirkin temaydı, ona görə biz girmədik. Əgər uzun illər ərzində Azərbaycan rejiminin də təbliğ etdiyi həmin çirkin peşənin göstərişlərindən biri budursa, cəmiyyət onu ona görə bəlkə də çox aktiv müzakirə edir ki, siyasətdir, bu siyasətdir. Baxır, hansı kontekstdən bu məsələyə yanaşırsan? Bu, prezident ailəsinə bilavasitə dəxli olan bir hadisə kimi əlbəttə siyasi proseslərin elementidir. Eyni zamanda
çok acı bir reallıq da var. Bütün Azərbaycan cəmiyyətində sanki bir gözlenti var. Nə vaxt Balaca Heydər varis elan olunacaq rəsmən, baxmayaraq ki, buna ictimai təşəbbüsləri təşkil ediblər, efirlərdən, qəzet səhifələrindən, planlardan çıxıb deyənlər var. Yəni, Balaca Heydər olsun prezident İlham Əliyevdən sonra və bu ailə hakim ailə statusuna gəlir. Birinci ailə statusuna gəlir. Əgər Bala Heydərin vəliəhd statusunu qəbul ediriksə, belə çıxır ki, post-İlham dövründə həmin bu Alyona xanım da olmalıdır birinci vitse-prezident. Çünki bu ənənədir. Ənənədir artıq. Və artıq bu da bu baxımdan yanaşanda da siyasi informasiya predmeti sayılır ki, Azərbaycanın gələcək birinci vitse-prezidenti kimdir, nəsidir, hardan çıxıb, harı gəlib, niyə o var? Yəni, müxtəlif rakurslardan baxmaq olar. Harda bu şəxsi həyatdır, harda şəxsi həyat hüdudlarını çıxır. Bunu hər halda Azərbaycan cəmiyyətinin çox aktiv şəkildə, geniş, frontal olaraq bütün cəmiyyət boyu müzakirəsindən belə başa düşmək olur ki, insanlar, kitlə, xalq, bütün toplum bunu bir siyasi informasiya elementi sayaraq müzakirə edir. Yəni, biz proseslərin arxasınca belə qiymətləndiririk. Çünki siz dediyiniz kimi ilkin olaraq siz də bu məsələyə toxunmadınız, mən də toxunmadım. Biz sonradan hətta hakimiyyət mətbuatının və hakimiyyət rəsmilərinin özləri münasibət bildirəndən sonra bəlli bir münasibəti ifadə etmiş şərəflər sayıla bilir. 100% haqlı. Bir sözünüzü kesip bağışlamış olalım da. Mən birinci və bunu yazdım. Hakkında yazandan sonra. Sağ olun. Yəni, adamlar özləri də siyasi informasiya elementi sayaraq müdaxilə edirlərsə, münasibət bildirirlərsə, biz əlbəttə hansısa fikirləri bildirməliyik. Bilirsiniz, gəlin belə ümumi bir sene birinci verdim müsabeyi, ona göre bir daha global bir meselelerden sual vermek istedim. Sizce Ganimet Bey 2003 yıl senaryosunu indi tekrar eləmək daha asan olacaq yəqin hakimiyyətçində. Çünki 2003'də müqavimət göstərən bir qüvvə var idi. Cəmiyyətin müəyyən bir hissəsi buna hazır deyildi. Həm də ikinci məsələdə siz dediniz ki, cəmiyyət bunu gözləyir. Demək, bu artıq bir çəkilmiş yoldur, bu yolla rahat gedəcəklər də, hə? Yox, 2003-cü il senarisi və ya o variantın təkrar olunacağını mən düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda ya seçkilər yoluyla, ya da seçki vəsiləsi ilə qızışan hər hansı sosial emosiyalar Azərbaycanda hakimiyyət dəyişikliyinin əsasını qoymayacaq. Çünki seçki həmin o mayak hadisə olaraq, proses olaraq Azərbaycan cəmiyyətini artıq məşğul etmir. Mən çox təəssüflə, acı təəssüflə və ürək ağrısıyla bildirmək istəyirəm ki, Azərbaycanda hakimiyyət dəyişikliyi bizim ölkədəki 2003-cü il ssenarisi üzrə yox, təxminən 10 il bundan əvvəldən başlayaraq yaxın şərq ölkələrində baş verən ssenarilərdən birinin uyğun seçilməsi ilə baş verəcək. Bu gözlənilməz hadisələrdir əlbəttə. Və mən bir mənalı şəkildə iddia edirəm ki, Azərbaycanda hakimiyyət dəyişikliyi qanlı ssenari üzrə baş verəcək. Çox təəssüf. Yəni bu hakimiyyətin bizi qorxuduğu kimi 15 ildir biz eşidirik hakimiyyət orqanlarının, hakimiyyətə yaxın dairələrdən ki, bizi qorxudular Liviya, Suriya senarisi ilə. Yəni bu Azərbaycan üçün real görünür. Tamamilə realdır. Bilirsiniz, oxşar modellərdir. Amma bir ümumiləşdirici cəhət var. Burada əhali faktorunu da bir qırağa atın, ərazi faktorunu da, sosial-iqtisadi göstəriciləri də, bütün inqilabları doğuran, sosial inqilabları doğuran çox mühüm bir mənəvi argument var. O, ləyaqət məsələsidir. O ölkələrdə ictimai ləyaqət təhqir olunubsa, tapdalanıbsa, ictimai qürur sındırılıbsa, həmin ölkələrdə siyasi dəyişikliklər, yəni söhbət hakimiyyət dəyişimindən gedir, mütləq qanlı ssenarilər üzrə baş verir. Bunun alternativi yoxdur.
Başqa məsələdir ki, burada Suriya variantı olacaqmı, Liviya variantı olacaqmı? Mən onu düşünmürəm. Mən hesab etmirəm ki, Azərbaycanda hakimiyyəti itirmək təhlükəsi qarşısında olan indiki rejimin tərəfindən hansısa ideoloji bagajla yüklənmiş etirazçılar, müqavimətçilər meydana çıxacaq. Onlar sadəcə olaraq qoyub qaçacaqlar. Yani daha çok Mısır variantı. Kısa müddetli kanlı hapis. Bəli, qısa müddətli Misir variantı. Daha çox o. Çünki bilirsiniz, məsələn, Suriyada da o müqaviməti təşkil edənlərin hansısa ideoloji arqumentləri vardı. Mən əlbəttə xarici dəstəkləri də nəzərə aldım, ta ki, İrandan, Rusiyadan falandan. Amma o dəstəyin özü də hansısa ideoloji arqumentləşdirməni təşkil edərək orada verilirdi. Və yaxud da Liviyada o Qəddafinin qalma, o zamanından qalma hansısa ideoloji elementlər vardı, ideoloji şeylər vardı. Amma axı Azərbaycan rejiminin heç bir ideologiyası yoxdur. Olmuyor da əvvəldən. Məsələn, üstlərinə taxmaq istədikləri bir taxta-idealizm ideologiyası olub. Onu da bütün Azərbaycan xalqı rüşvətin və korrupsiyanın banisi kimi qəbul etdiyinə görə ciddi bir ideoloji, siyasi fikir yükünə çevrilə bilməyib Azərbaycanlılar üçün. Yəni, saxta və taxma bir ideologiya cəhdi olduğu hər kəsə bəlliydi. Ondan sonra yoxdur. İndi son zamanlar bu türkçülük, Azərbaycançılıq, milli, mənəvi mentalitet kimi ifadələrdən, yaygın ifadələrdən istifadə edərək Azərbaycandakı rejim özü üçün hansısa ideoloji qabıq düzəltmək istəyir. Amma bütün bu ideyaların, ideologiyaların hətta ciddi şəkildə tətbiq oluna biləcəyini də nəzərə alsaq, onların bu rejimlə heç bir əlaqəsi yoxdur. Okey. Onda belə götürəndə bu rejim onda bu məntiqdə ancaq polis dubinqası üzərində dayanır. Bir mənalı şəkildə polis dubinqası. Baxın, Möhsün bəy, bu müharibədən sonra çox ciddi müzakirələr gedirdi. Bu hakimiyyətin arxasında Rusiya dayanıb, Ukrayna-Rusiya müharibəsi bitəndən sonra bu hakimiyyətin devirmək asanlaşacaq kimi belə müzakirələr gedirdi. Mən bir neçə dəfə öz proqramlarımda bu barədə danışmışam və demişəm ki, hətta Rusiyanın çöküşü belə Azərbaycandakı Əliyev rejiminin avtomatik olaraq devriləcəyi anlamına gəlmir. Çünki bütün hallarda, start vəziyyətində bu rejim Azərbaycan xalqından güclüdür. Həm inzibati zor baxımından, həm qaba güc baxımından, həm maliyyə resursları baxımından, həm təşkilatlana bilmək baxımından Azərbaycan cəmiyyətindən güclüdür. Azərbaycan xalqından yəni güclüdür. Ona görə də bütün dünya bunun arxasından çəkilsə belə və meydanda Azərbaycan xalqı və Əliyev rejimi qalsa, yəni start vəziyyətini bu cür nəzərə alsaq, o deməkdir ki, onlar Azərbaycan xalqından güclüdürlər start vəziyyəti olaraq. Bu balansı poza biləcək hər hansı bir siyasi qüvvə yoxdur. Bu balansı poza biləcək bir ümumxalq hərəkatı var. Bax, o ümumxalq hərəkatının hənirtiləri artıq o balansı çox ciddi şəkildə pozur və heç bir ideoloji dayağı, ideoloji əsasları olmayan bu rejim dağılıb tökülür. O qədər. Çox sadə. Mən sizə bax, özünüz üçün, bizim də izləyənlər üçün də maraqlı bir detallı deyim. Əliyev ailəsinin sahib olduğu sərvətlərin həcmi yalnız Azərbaycanda deyil, bütün dünyadakı Azərbaycanlıların sahib olduğu sərvətlərin toplamından çoxdur. Və onlar bunu məqsədli şəkildə edirlər. Özləri nəzarət etmələri üçün. Bəli. Yəni, o güclə məhz bizdə olmalıdır daha çox. Bunlar ona görə məsələn, axtarırlar, harada hansısa bir Azərbaycanlı bir uğurlu bizneslə məşğuldursa, dünyanın hansısa başqa ölkələrində hətta onu tapmaq, ona nəzarət etmək, onu buxovlamaq və yaxud onun biznesini əlindən almaq. Ən pis halda. Yəni,
onun peşindədirlər ki, yəni bütün dünyada Azərbaycanlı deyilən zümrə və yaxud fərd bunların nəzarətindən kənar varlı ola bilməz. Bunu eləmək Rusiyada, Türkiyədə asandır, başqa ölkələrdə mən Hər bilmirəm. yerdə, hər yerdə. Mən çoxlu təcrübələr bilirəm. Ən müxtəlif ölkələrdə iş adamları bilirəm, tanıyıram, kontaktlarım da olub. Və çünki hər kəsin Azərbaycana bir bağlılığı var. Kimisi orada anası var, atası var, qardaşı var, bacısı var, evi var. Bax o zərif yer Azərbaycan hökumətinin əlində ayrı-ayrı adamlara özünü güclü sayan, çox böyük sərvətin sahibi sayan hətta Azərbaycanlılara təzyiq rıçağı kimi, təzyiq vasitəsi kimi baxılır. Okey. Yaxşı. Bunu başa düşdük. Onda belə çıxır ki, yaxın müddətdə bunlara mane ola biləcək heç bir qüvvə yoxdur. İstədiyi proyektləri yerinə yetirə bilərlər. İndi əgər Təbii. təbii hansı qüvvə ola bilər ki, əgər belə baxsaq ki, bütün babayaqdan sadaladığımız argumentlər realdır, xalqın indiki ətaləti, siyasi passivliyi də fakt olaraq ortalıqdadır. Bunların qorxduğu yeganə məsələ ondan ibarət ola bilər ki, əhalinin sosial narazılığı siyasi hərəkat sferasına keçərlər. Ondan qorxarlar, ondan qorxurlar. Bütün bu repressiyalar, siyasi təzyiqlər, ölkədə siyasi müstəvinin qapadılması, söhbətlərin də hamısı bununla bağlıdır. Ki, detonator rolunu oynaya biləcək, tətikçi və təhrikçi rolunu oynaya biləcək hər hansı ideyalar ortalıqda olmaz. Baxın, amma Misirdə ölkə daxilində aktiv olmasa da hər hansı bir təşkilatı qüvvə var idi. Müsəlman qardaşlar. Onlar bu etirazları müəyyən bir yönəldici rol oynaya bilirdilər. Azərbaycanda bu da yoxdur. Birincisi, mənim hər halda bildiyim belədir ki, Müsəlman Qardaşları Təşkilatı Misirdə indi Azərbaycanda Ədalət Vəliyevin kurasiyasında olan müxalifət partiyaları ki var. Ədalət Vəliyev başlı kimdir? Prezident aparatında avtobus müxalifətini təşkil edən adamın söhbət gedir. Müsəlman Qardaşları Hərəkatının təşkilatının Misir daxilində Hüsnü Mübarək dövründə fəaliyyəti bu və ya digər dərəcədə Mübarək rejimi ilə razılaşdırılırdı. O konfigurasiya vardı. Müsəlman Misir daxilində ondan söhbət gedir. Misir hadisələrinin qızışmasında, qaynamasında Müsəlman qardaşlarının və yaxud o zamanki Misir daxilində hər hansı təşkilatlanmış müxalifətin fəaliyyətlərinin olduğunu güman etmirəm. Bu spontan hadisələr idi, spontan proseslər idi. Yəni xalq etirazı Tunisdən sonra sıçradı. Oradan nümunə götürdülər. Bir ərəb baharı adlandırdılar. Domino daşı kimi dalbadal getməliydi, planıydı. Sanki o coğrafiyaya atılmış bir bombaydı. Amma mən demirəm kənardan atılmış bir bombaydı. Mən o konspirasiya nəzəriyyələrinin açığı əleyhinəyəm. İnsanlar bir gün bezirlər. İnsanlar, bu təkan əslində baxışı da oradan yaranır ki, bu cür rejimlər bütün hallarda hansısa bir sosial təkana bağlıdır. O sosial təkan proqnozlaşdırılan bir prosesin nəticəsi olaraq meydana gəlmir. Uzun illərin repressiyalarına cavab olaraq birdən-birə partlayış baş verir. Bax, bu sosial partlayış nə? Sosial partlayış baş verəndə həmin cəmiyyətlərdə nisbətən daha mütəşəkkil, daha təşkilati forması başqalarına nisbətən daha mükəmməl olan, ölkənin coğrafiyası boyu konstruktiv baxımından strukturları olan bir qüvvə varsa, o qüvvə həmin ssenarilərin
nisbeten daha yüngül baş verməsini təmin eləyir. Amma yoxdursa daha qanlı hadisələr baş verir. Biz razговор, что beyin hücumu eləyə bir sualla ümumi bir məzəli bir məsələyə. Mən o vaxt Minskdə yaşayanda bir yaxın tanışım vardı, Vladimir Matkeviç. Tanınmış Belarus siyasi sosial psixoloq idi. Biz ona bir dəfə oturub müzakirə edirdik. İnqilab və xalq psixologiyası. O bir dənə söz dedi. Dedi ki, həm Belaruslar, həm də Azərbaycanlılar çox fərdçi xalqlardır. Bu kollektiv şuur bunlarda azdır. Həm bizimkilərdə, həm də sizimkilərdə. Ruslarda olduğu qədər, Polyaklarda olduğu kimi, Almanlarda olduğu kimi kollektiv şuur daha güclüdür. Bu da məncə böyük rol oynayır. Ki biz ümumi iş görmək bizə çətindir. Yok olabilir ama biraz farklı da düşünmek olar. Yani bakın Azerbaycan'da çok derinden bir söz var. Cemaat ne diyer? Bu Cemaat cemaat bilir ne? elle sürün. Yok, cemaat ne diyer ifadesindeki cemaat Aha. bu teşkilatlanmış kütlenin nəzərdə tutur. Aha. Hı. Bu da bu atalar sözünün de yəqin çox qədim bir tarihi var. Yani el qınağı, el bizə nə deyər? Bunun bir tərəfdən belə belki götürəndə aqressiv mənası da var. Amma eyni zamanda bir pozitiv mənası da var ki, cemaat varsa, çünki cemaat söz olarak da təşkil olunmuş bir kütlə deməkdir. Yoxsa ona cemaat demirlər. Yəni cəm olunmuş bir yerdə. Yəni bu baxımdan Azərbaycanlılar nə qədər fərdiyyətçi deyə bilmərəm. Biz sadəcə olaraq son 1920-ci ildən sonra yaranmış təcrübənin nəticələrindən danışırıq. Çünki özümüz də həmin nəsillərə aidik. Azərbaycanlıları və yaxud Belarusları və yaxud bu Orta Asiya xalqlarını fərdiyyətçi olmağa məcbur ediblər. Bunlar elə belə sadəcə olaraq özü-özünə alınmayıb ki, mən məsələn Azərbaycanlılar fərdiyyətçidir sözünə bir qədər üsyan eləyə bilərəm. Ona görə ki, məsələn, hətta tərəkəmələrin bir elat mədəniyyəti olub. Onlar böyük kollektivlərlə yaylaq qışlağa gediblər, birlikdə gediblər. Hər köçdə bəzən bir neçə yüz nəfər olub. Bir neçə yüz nəfər. Bu artıq öz-özlüyündə bir kollektiv səfər, orada kollektiv təhlükəsizlik, kollektiv təchizat kimi işləri də nəzərdə tutur. Yəni bu təcrübə də var Azərbaycanda. Sadəcə əvvəlcə bolşeviklər bunu qırıblar və adamları insanlar üçün cəmiyyəti dərinləşdiriblər, quyuya atıblar və o dərinlikdə, o qaranlıqda hər kəs sadəcə olaraq özünün olduğunu güman edir. Sadəcə olaraq öz problemlərini özünün bacarıqsızlığı və fərasətsizliyi ilə izah edir və ona elə gəlir ki, ətrafda hamı yaxşı yaşayır. Sadəcə olaraq o ona görə pis yaşayır ki, bacarıqsız adamdır. Təxminən belə bir psixologiyanı Sovet hökuməti yaradı. Sonra da bunlar gəldilər, həmin ənənəni davam elətdirdilər. Baxın, burada indi çox maraqlı bir fərq var. Əslində, bəlkə də mental baxımından Azərbaycanlıların, türklərin, qazaxların, özbəklərin elə ciddi fərqləri yoxdur. Baxmayaraq ki, Sovet hökuməti dövründə bu əlaqələr çox qırılmışdı. Çox qırılmışdı. Bizim üçün, bir Azərbaycanlı üçün, Bakıda yaşayan və ya Şamaxıda yaşayan bir Azərbaycanlı üçün Orta Asiya, məsələn, Özbəkistan, bəlkə Amerikadan da uzaqda təsəvvür olunurdu. Çünki oradan informasiya yox idi, ora gediş-gəliş yox idi. Kommunikasiyalar yox idi. Hətta Azərbaycanın daxilində də bir anlıq bax, həmin dövrə gedək Möhsün bəy. Bir Şamaxlı üçün, məsələn, Masallıya gedib gəlmək, Moskvaya gedib gəlməkdən daha ciddi bir hadisə imiş kimi. Ki adamın, yəni bir Şamaxlının Masallıdan nə azarı ola bilər ki, niyə getsin ora? Ya bir Göyçaylının bir Gədəbəylə nə ölümü var ya? Adam ora niyə getməlidir? Yəni bu cür sadəcə insanların fərqləşdirilməsi deyil, ölkə içində insanları bir-birinə bağlaya biləcək, ictimai strukturlar yarada biləcək heç bir mexanizm yox idi.
Bu həmin o quyu effektidir. Hər bir adam üçün bir quyu. Azərbaycanlıların niyə bəxti gətirdi? Çünki Sovet hökuməti dağılanda Azərbaycanlıların bir təşkilatlanma təcrübəsi oldu. Təşkilatlanma təcrübəsi oldu. Hətta bir il müddətində, təxminən il yarım müddətində hətta deyə bilərik. Demokratik idarəçiliyin həm nəzəri, həm də praktik olaraq nədən ibarət olduğu barədə Azərbaycanlıların təsəvvürü oldu. Bax, Əliyev rejimi 30 ildən çoxdur ki, həmin o bir illə döyüşür. O bir ilin nəticələrinin ləğv edilməsi uğrunda döyüşür. Bunu biz gərək heç vaxt unutmayaq. Amma bu döyüşün gedişində də Azərbaycanlıların ictimai ləyaqət və ictimai qürur anlayışını yetərincə təhqir eləyiblər, aşağılayıblar və sındırıblar. Gene qayıdaq bu son hadisələrə. Bu hökumət strukturları reaksiyalarında qırmızı xətt, Azərbaycan qırmızı xətt deyirlər də, Rusiyada krasna liniya deyirlər. Qırmızı xəttdə belə bir şey gedir. Bizdə biraz tünd qırmızı xətt deyə bilərik. Bu xarici strukturların hazırladığı bir təxribat planıdır. Təbii ki, xarici strukturlar deyəndə Mozambiki nəzərdə tutmurlar, Tuvalu nəzərdə tutmurlar, yəqin ki, İran da nəzərdə tutmurlar hətta. Yəni də Rusları nəzərdə tutmurlar. Rusları nəzərdə tutmurlar da, açıq deyək də. Və birbaşa hətta Ruslara yaxın sayılan siyasi qüvvələr ya onların törtükünlərini yox, birbaşa Moskvanı ittiham edirlər. Biz görürük bunu. Bu Rusiyanın ümumiyyətlə mən bununla bağlı bu yaxınlarda sıra gün akademik Sergey Markidonovla müsahibə qoymuşdum. O bir dənə sizə dedi ki, baxın, məntiqlə sizin müxalifətin içində Ruspərət qüvvə yoxdur. Ümumiyyətlə yoxdur da. İndi ki, Azərbaycan müxalifəti kimi tanınmaz içində Ruspərət qüvvə yoxdur. Yoxdur, əlbəttə. Bu hansı məntiqlə bu qiymət verilir ki, bu Rusiya hakimiyyətinin, Rusiya xüsusi xidmət orqanlarının təxribatıdır? Maraqlıdır. Baxın, Möhsün bəy, birincisi hər şey ola bilər. Mən o informasiya alış-verişində iştirak etməyən adamam. Amma bu mövzuya şərh verməmişdən əvvəl mən sadəcə olaraq bir informasiyanı xatırlatmaq istəyirəm ki, dünən oxudum, ya sırağa gün oxudum. Azərbaycan mətbuatından və sosial şəbəkələrin Azərbaycan segmentindən ki, Emin Ağalarov Soçidə kurort zonası tikməyə başlayır, gedir ora tikmək üçün. Sivrizin Soçidə Skygriz adıyla böyük bir ərazini götürür kurort tikməyə. Artıq Bakı Abşeronda dikmir, keçdi ora tikməyə ya? Yox, Abşerondakı qalır, Abşeronda da tikir, Özbəkistanda da tikir, Qazaxıstanda da tikir, Türkiyədə də bir danışırlar, Dubayda da, amma Rusiyada, Soçidə də. Soçi Putinin şəhəridir, faktik olaraq Putinin rezidensiyasıdır, ən böyük rezidensiyası oradadır. Bunların da münasibətləri pisdir və heç kimə sir deyil ki, Emin Ağalarovun adına nisbət edilən o nəhəng layihə, onlarla milyard dollar dəyərində elan olunan layihə Emin Ağalarovun başı üçün deyil, o İlham Əliyevin bizmesidir. Bunu elə belə qatlayıb qoyuram qırağa. Sadəcə olaraq bizi izləyənlərin menyusu üçün deyirəm ki, adamlar müxtəlif informasiyaları alanda sonra bir nəticə çıxarmağa qədər də çətinlik çəkmirlər. Yaxud daha alt çətinlik çəkirlər. Ola bilərmi ki, Ruslar ötürsün? Ola bilər. Ola da bilər ki, bunu Ruslar yox, Azərbaycanlar ötürsün. Məsələn, mən bir mexanizmi deyim. Bu xanım Heydər Əliyevlə ailə quranda normal məntiq üzəridir. Yalnız ailə deyil, eləcə də dövlətin bütün təhlükəsizlik strukturları, daxili təhlükəsizlik, xarici kəşfiyyat, prezident aparatının özünün xüsusi idarəsi ki, bu ailənin bilavasitə dibində olan, ailənin mənafelerini qoruyan, təhlükəsizliyini qoruyan bir neçə belə idarələr var. Bunlar yəqin maraqlanırlar da, kimdir bu, nəçidir?
Və indi həmin blogerlərin Azərbaycan cəmiyyətinə təqdim etdiyi görüntülərin demək olar ki, hamısı sosial şəbəkə hesablarından götürülmüş görüntülərdir, elədirmi? Evet. Və bunu dövlətin təhlükəsizliyi və ailənin təhlükəsizlik qurumları bu qızın keçmişini araşdıranda yəqin ki, o sosial şəbəkə hesablarını darıyıblar, elədirmi? Darıyıblar, siliblər, təmizləyiblər və kimsə atmayıb bunu. Kimsə arxivləşdirib. Ola bilərmi belə bir variant? Olabilir. Kimsə kim bu işlə məşğul ola bilərdi? Onu indi həmin dövlət təhlükəsizliyinə və ya xarici kəşfiyyat xidmətinə və ya itə, qurda, pişiyə cavabdeh olan konkret adamlar var. Bu informatika ilə işləyən, PR-la işləyən, hər halda bu işlərlə, bu IP falan işləri ilə məşğul olan adamlar var. Onlar bu iş görürlər. Tamam da indi o adamlar kimdi? O adamlar bəlkə onu da Ruslara tapşırıblarmış. Ola bilərmi deyə düşünürəm. Çünki təxminən 1-2-3 il bundan əvvəl Azərbaycan mediasında çox sevinclə belə bir xəbər getmişdi ki, Rusiyadan Azərbaycana orada neçə yüz idi, yoxsa min idi, it işçisi gətirilib və onlar yerləşdiriblər Atizlər kəndinə. O informasiya yadınızdadır sizin? Bir neçə il əvvəl olmuş. Yox, o bilmedi iştirəm. Atletlər kəndinə rəsmi mətbuatda gedən xəbərdir. Rusiyada Kinologları getirmişdilər. Yox, IT, yəni informasiya texnologiyaları mütəxəssisləri. Mən it eşitdim. Kimə nə yaxın olmuş? Yox, it dedim çünki informasiya texnologiyaları Azərbaycan abreviaturu it dedim. İnformasiya texnologiyaları işçiləri, mütəxəssislərini Rusiyadan 300 mi, 500 mi nəfər rəsmi informasiya qəzetlərdə getdi. İndi də bizdən sonra Google-asaz tapaz çıxardarsınız. Yox, onlar köçmüşdülər, Azərbaycana köçmüşdülər. Gürcistana da çoxlu köçmüşdü, Ermənistana da. Yox, bu bəy, atletlər dövlət xətti ilə gətirilmiş və yerləşdirilmiş adamlar. Yəni, onlar müharibə başlayanda qaçan aypişniklər deyirlər. Yox, bu dövlət xətti ilə gətirir. Çünki rəsmi qəzetlər o barədə məlumat verirdi. Və gəlib hansısa bu mütəxəssislər müharibə başlayanda qaçıb bura gəlirsə, onların yerləşdirilməsi ilə Azərbaycan dövləti niyə məşğul olsun ki? Çünki mən o barədə indi yadıma düşdü. Adamlar gəlirlər, o cür gələn ev adamlar. tutmuşdular, Atizlər kəndində hamısı orada yaşayırdılar. Mən belə şey eşitmişdim. Bəli, Atizlər kəndinə hamısını yerləşdirmişdilər. Onların arasında kiməsə tapşırılmışdır ki, bu işlərdən məşğul olsunlar. Amma hər versiyanın yaşamaq haqqı var. Rus kəşfiyyatı da bu informasiyaları sızdıra bilər. Amma mütləq deyil ki, gəlir deyir ki, baxın, mən Rus kəşfiyyatçısıyam, sizə məlumatları veririm. Hansısa ikinci, üçüncü, dördüncü əldən də təqdim edə bilər və yaxud da elə ikinci əldən təqdim edə bilər. Nə mehmanın, nə də bir başqasının borcu deyil ki, adamdan pasport istəsin. Və yaxud kart istəsin, vəsiqə ki, sən vəsiqəni ver. Yox, zad vəsiqəsi, ksiva. Görürsən, FSB-də işləyirsənmi, yoxsa Daxili İşlər Nazirliyinin işçisisən, yoxsa nə bilim, Şənniz və Hazır Cavablar Klubunun üzvüsənmi? Yəni, ola bilər, ən müxtəlif. Bu belə bir informasiyadır ki, onu hər tərəfdən sızdıra bilərlər. Belə bir teoriya var idi. Hökumətin demək, intellektualları atmışdı. Hələ trollara çatmayıb bu söhbət, amma bu bir neçə onların intellektualları var sosial şəbəkələrdə. Onlar yazırlar ki, indiki zamanda hakimiyyətin dəyişməsi Azərbaycan dövlətçiliyinə böyük bir zərbə olar. 6 il bundan əvvəlki, 3 il bundan əvvəlki uğurlarımız heçə çıxa bilər. Deyil. Heydər Əliyev hakimiyyətə gəldiyi 1993-cü ildə
indiyə qədər bütün illər, bütün aylar bu mərhələlər üzrə müəyyənləşib. İndiki zamanda Azərbaycanda hakimiyyəti dəyişmək dövlətçiliyimizi sarsıda bilər və yaxud da yox eləyə bilər. Azərbaycanda dövlətçilik yox edilib, Möhsün bəy. Azərbaycanda bütün şuurlu, mütərəqqi, müasir dünya sivilizasiyasının bəhrələrindən faydalana biləcək cəmiyyətlərin və xalqların anladığı şəkildə dövlət yoxdur. Azərbaycan dövləti deyilən qurum indi konstitusiyon nəzarət altında deyil, qanunların dışındadır. Mən hansısa qanunların pozulduğunu demirəm. Bütövlükdə dövlət adına fəaliyyət göstərən o maxina, o struktur, o konstruksiya qanunsuz fəaliyyət göstərir. Bu o deməkdir ki, Azərbaycan dövləti faktiki olaraq ləğv edilib. Mən demirəm bir ailə hakimiyyətinə çevrilib, hansısa bir amansız rejim gəlib oturub. Bunlar başqa məsələlər, bunlar nəticələrdir. Azərbaycanda dövlət yoxdur. Azərbaycanda dövlət ləğv edilib, Azərbaycanda dövlət hakimiyyəti bir mafiya tərəfindən, bir quldur dəstə tərəfindən girov götürülüb. Necə ki, Azərbaycan xalqı girov götürülüb və bütün azadlıqları əllərindən alınıb. Dövlətin özü də faktiki olaraq girov götürülərək ləğv edilib, həmin dövlətin yerinə indi bir ailə fəaliyyət göstərir və həmin ailə sərəncam verir. Bütün dövlət adına bir ailə fəaliyyət göstərir. Bu dövlət deyil. İndi Azərbaycanda dövləti və dövlətçiliyi bərpa etmək lazımdır, bərqərar etmək lazımdır. Onu beynəlxalq münasibətlərin ciddi və sayğı duyulan bir subyektinə çevirmək lazımdır. İlham Əliyev Azərbaycan dövlətinə kənar münasibətləri absurd dərəcədə bayağılaşdırmağa nail olmuş bir adamdır. İndi baxın, bizim bu dünya mediasında çıxan beynəlxalq ictimai rəyi formalaşdıran informasiya müstəvilərində Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, Azərbaycanın özü haqqında yayılan informasiyalar çox ürək ağrısıyla izləniləcək informasiyalardır. Onlar da elə aşağı yuxarı həmin bu mənim dediklərimi ya birbaşa ya dolayısıyla təsdiq edən informasiyalardır. Bir ölkədə nə qədər korrupsiya var, bir ölkədə nə qədər oğurluq var. Bunu Əfqan Muxtarlıq haqlı olaraq korrupsiya adlandırmır, o talan adlandırır, talan. Çünki korrupsiya nəyinsə 10-15 cəhənnəmə 20% mənimsəniləndə deyilir. Amma 70%, 80%, 90% mənimsənilirsə bu artıq talandır. Bu baxımdan hətta Pakistan, baxmayaraq ki, korrupsiyaçı rejim də oradadır, Pakistan Azərbaycandan daha hörmətli yerdədir. Nəyə görə? Ona görə ki, zaman-zaman Pakistanda hətta fəaliyyətdə olan dövlət rəhbərləri belə korrupsiyaya görə sorğulanırlar, cəzalandırılırlar. Demokratik seçkiler olur orada. Sağ olun. Seçki institutu var. Var yəni, hətta Türkiyədə var seçki institutu. Nə qədər bu son zamanların acı gəlişmələrinə baxmayaraq, Türkiyədə o struktur qorunur, saxlanılır. Məhkəmə müstəqilliyinin elementləri, çox güclü elementləri qorunub, saxlanılır. Azərbaycanda bu yoxdur. Mənim yadımdadır, Türkiyə Konstitusiya Məhkəməsi Erdoğanın fərmanını ləğv elədi. Cümhuriyyət Konstitusiyası ilə bağlı. Yəni biz dövlət deyəndə nəyi anlamalıyıq ki? Məhkəməsi müstəqil deyil, prokurorluğu əlbəttə aydındır, dövlət adından ittiham verir. Parlament müstəqil deyil və normal, azad, rəqabətli seçkilər nəticəsində konstitusiyanın ziddinə olaraq formalaşdırılmış hansısa bir strukturdur. Prezident hər 5 ildən bir, indi də 7 ildən bir nəzərdə tutulur. Dövlət hakimiyyətini uzurpasiya yolu ilə əlinə keçirdir və əlində saxlayır. İndi, məsələn, çox qəribə proseslər baş verir. İcra hakimiyyətlərini ləğv eləyir, hansısa valiliklər yaradır, gubernatorlar yaradır. Adam nə istəyir eləyir və elədiklərinin heç birini
konstitusyon normativlərin tələb etdiyi qaydada etmir. Sadəcə olaraq kefi belə istədiyinə görə edir. Belə dövlət olmur. Ona görə mən bu biraz uzun sayılacaq girişi niyə dedim? O yerdə ki, o ölkədə ki, ictimai iradə, milli iradə yoxdur, nəzərə alınmır yox ha, həm də yoxdur, yox edilib. O ölkədə dövlət yoxdur deməkdir. O ölkədə dövlət ləğv edilib deməkdir. Bu bir mənalı şəkildə belədir. Və əgər günün birində milli iradə özündə təpər tapıb, özünə sayğı duyub, öz iradəsini və gücünü Azərbaycanın siyasi müstəvisinə qoyacaqsa, bu Azərbaycanda dövlətçiliyin bərpası günü olacaq. Ona görə də kimsə indi hakimiyyəti dəyişmək Azərbaycan dövlətini sarsıdar, nə bilim, qorxudar, yıpradar kimi sözləri işlədirsə, bu sadəcə olaraq demagogiyadır və manipulyasiyadır. Biraz da xuliqanlıqdır. Politoloji xuliqanlıqdır. Burada bence diskusyon anlar var. Tutaq ki, Azərbaycan reallığını müqayisə eləyəndə belə bir müqayisə var. Mən də bu müqayisəni bölüşürəm. Bu 70-ci illər Latin Amerikası komprador diktaturası ilə Yaxın Şərq diktaturası arasında bir ortak bir şeydir. Ancaq burada da dövlətçiliyin ləğvinə söhbət getmirdi. Sadəcə bir formasıdır dövlətçiliyin. Xanlıq da bir formasıydı da dövlətçiliyin. Şahlıq da bir dövlətçiliyin. Xanda konstitusiya olmurdu, qanunlar nə istəyirdi, fərman verirdi. İndi də eyni bir reallıq Azərbaycandadır. Ancaq bu dövlətçiliyin olmaması demək deyil. Mübahisəli məqamdır, əlbəttə. Amma baxın, Azərbaycan dövlətinin əsas sənədi nədir? Azərbaycan dövləti hansısa bir hüququn və sənədin üzərində bərqərardır da, yazılı, elədir mi? Konstitusiyadır, yox. Konstitusiyada bunun əsası. Azərbaycan dövlətinin yazılı əsası Azərbaycan konstitusiyadır. Bu konstitusiyağı işləmir. Yəni buna siz kimsə söz oyunu kimi də yanaşa bilər, amma real situasiya da bundan ibarətdir. Əgər o konstitusiyada yazılsaydı ki, Azərbaycanda dövlət hakimiyyətinin, dövlətin mənbəyi Əliyev ailəsinin üzvlərinin rəyidir, Əliyev ailəsinin üzvləridir, o halda da ona dövlət deyə biləcəkdiniz. O halda da, amma hüquq yoxdursa dövlət yoxdur bəy. Dövlət bütün hüquqların qarantıdır. Əgər hüquq yoxdursa, bir sistem olaraq yoxdursa, demək dövlət də yoxdur. Tabii bu kanuni meseleleri götürende, formal meseleleri götürende siz haklısınız. Ancak devlet hukuki cəhətdən yoxdur, ancaq faktiki cəhətdən var. Faktiki cəhətdən var. Faktiki cəhətdən bir iradə var. Bu iradəni siz və ya bir başqası dövlət adlandıra bilər. Mən başqa cür adlandıra bilərəm. Bir başqası da tamamilə başqa cür adlandıra bilər. Yəni mübahisəlidir. Bəli. Və bu cəhətdən diktatorlar bir-birinə yaxındılar. Bilirsiniz ki, mən 8 il Belarusda işləmişəm jurnalist kimi. Orada da belə şey var idi. Tutaq ki, hətta belə yerlərdə götürəndə bir hadisə baş vermişdi. Belarus kəndlərinin birində bir dənə alkaş nə olur Azərbaycan dilində? Sərxoş adamda, daim sərxoş. Əyyar bir adam, bax. Ne edirdi? Kəvəsiyədə gelirdi, kimisə tövləsini yandırırdı, kimisə həyətinə ot vururdu. Səhər gedib pul istəyirdi araqçı, verməyənini eləyirdi. Axır bunu tutdular, kəndin kişiləri çox möhkəm döydülər və öldü adam. Ölməkdən öldü. Milis gəldi, Belarus'ta milis ilə polis yox. Adamları tutdular, 4-5 adamları tutdular, bastılar ölməyə. Hadisə ilə bağlı təbii jurnalistlər yazdı, Lukashenko bunu eşitdi. Bu, Lukashenko özü axı kənd adamıdır, kolxoz sədri oldu.
Və buna bu yaxındır da. Bilir ki, saray necə tikilir, tövlə necə tikilir, həyət necədir ki. Və bunu kimsə gəlib yandırır. Bu əsəbləşdi, niyə onları tutmuşsunuz ki, öldürüblər, əcəb ediblər. Bu sözü dedi. Adamları buraxdılar. Ancaq onu bir qədər formal şeylədilər ki, sübut olunmuyor bunların şeyləri. Adamlar birinci tutanda ifadə etmiş ki, biz öldürmüşük, buna görə öldürmüşük. Başkaları ifade ediyor ki, yok ben orada olmamışım, hiç görmedim kim, haberim de yok idi kimdi. İşi bağladılar, tapılmadı, adamlar aslında bıraktılar. Yani ki bu da bir tabii ki kanuna hiçbir şey aidiyatı yok idi ve ya olan bir şeydi bu. Ya aydındır. Bir var hansısa belə epizodlar üzrə və yaxud belə epizodlar çoxluğu üzrə müqayisə aparasan, təhlil eləyəsən. Bir də var ki, ümumiyyətlə bütün sistem bundan ibarət olar. Baxı, o kənddə sizin dediyiniz hadisəni Azərbaycanda dövlət adlandırılan həmin o aparat eləyir. Xoşu gəlir, deyir ki, məsələn, mən buradan sizə tikirəm, çıxmayanda adamı döyür, gəlir, buldozer sürür, evin uçurdur başına. Adamları öldürürlər, yox edirlər, adamları mənəvi baxımdan yox edirlər, adamların gələcəyin məhv edirlər. Söhbət hansısa siyasi proseslərdə olan adamlardan getmir, söhbət ümumiyyətlə vətəndaşlardan gedir. Mən əminəm ki, Belarusda əlbəttə orada da çoxçuluğun və azğın bir diktatura var, amma siz məndən daha yaxşı bilərsiniz. Orada heç olmasa Kupça sənəd sayılırmı? Bəli. Azərbaycanda Kupça sənəd sayılmır. Azərbaycanda xüsusi mülkiyyətin heç bir təminatı yoxdur. Demək, bir hadisəni danışım, elə bu sizin sözünüzün qüvvəti. Mənim evimə gələndə yolda Minskdə orada yeni bir metro stansiyası girdiler. Ve orada şəxsi evlər idi adamların. Dediler ki, gəlin belediyede, ya size mənzil ki veririk. Ya da ki pulunuzu verin, veririk, çıxın buradan. Hamı çıxdı bir nəfərdən başqa. Bu adamı bir ildən çox dediler ki, iki kişiler. Sana göre metronu dikebilmeliyiz. Biz burada doğrudan yeni prospekt sağladılar orada. Teze metro dikirdiler. Çık buradan çıkma. Ahır inirdiler. Demek bu adam ki nece ev dikmişti, buna dokunmadılar. Bu hatta getirden plakat yazdı. Burada Belarus vatandaşının konstitusiyon hüquqlarının pozulması tehlikesi var. Plakatı altı evin üstünde. Demek prospekti belə çektiler ki bu evin sağından da solundan da yol getirdi. Kaldı prospekti. Adam kaldı ortada. Adam kaldı ortada. Mecbur oldu gitti. Ancak ahır ne kadar belirleyecekti yaşayarsın da tabii bu şehirde. Sen sahibe dokunmamış ki, sen eve dokunmamış ki. Sağdan da soldan da prospekt gelir. Özü böyle bir prospekte. Dijinski prospekte. Adam prinsipe gitti, takriben bir yıl yaşadı o evde. Ancak bir neden artık dözebilmedi. Teklif ettilerini aldı, çıktı gitti. Yani ki... Herhalde kompensasyonu aldı da. Aldı, verdileri kompensasyonu aldı, çıktı gitti. Yani ki bu ben təsəvvür edirəm, Bakıda bu adamlar neyini yerdiler? Bakıdan asfaltın altına salıp orada katokla üstünden gelen. Yani hayır olabilir bir şey. Bir müqayisəni yadıma salım. Məndə bir tanış var idi. Belarusun Səhiyyə Nazirliyində işləyirdi. Dedi ki, bir dəfə Bakıya səfərə getmişdik Azərbaycan Səhiyyə Nazirliyinə. Bizim giyimimizə belə baxdılar ki, elə bil ki, ümumiyyətlə də heç nəsildə siz. Ancaq bir dənə şey var idi ki, Azərbaycanın çoxları müalicəyə Belarusa gəlirdi. Belaruslar maraqlıdır. Mən Belaruslarla bir arada işləmişəm. Grozny'da neftarima zavodunda mən işləyəndə onlar ora çox tez-tez Belaruslar gəlirlər, ezamiyyətə gəlir, fəhlələr, çilingərlər. Bilməm nəyə görəsə onlar davamlı gəlirdilər. Gəlirdilər və bizim yataqxanada qalırdılar. Mən də onlarla çox yaxın münasibətim yaranmışdı. Öyle bir irsi münasibət kimi. Bir dəstə gedirdi, o birisi gələndə mənə təhvil verirdilər. O birisi dəstəyə ki,
Gəlmət yaxşı oğlandı bundan burada yol gedir. O bizlər gelirdi. Yəni belə bir maraqlı Ruslarla münasibətim müqayisədə yarandı. çox belə drujelübnə, belə dostcanlı xalqdılar. Həm də daha çox ruslardan, bizimkilərdən qat-qat daha çox bunlarda ədalət hissi var. Ay sağ olun. Yəni mən nəyi nəzərdə tuturam, nəyi demək istəyirəm Mövsüm bəy? Yəni demək istəyirəm ki, əlbəttə Belarusiyada çox sarsaq bir diktatura var, amma Lukashenko ailəsi ölkədəki bütün böyük biznesin, bütün bankların sahibi deyil. Amma nəzarət edir. Tamam, nəzarət edir, hansısa şəkildə Amma nəzarət sahibi edir. Amma hamısının sahibi deyil. Bəli, bəli. Böyle. Başka bir mesele danışmak istedim. Yaxşı, biz formal məsələni müzakirə etdik ki, dövlət var, yox. Ya mənim işim neydi? İşim deyəndə daha doğrusu məqsədim neydi? Mən sübut eləyim ki, ən azı mübahisəlidir. Mən də onu deyim. Bəli. Azərbaycanda Yox, dövlətin varlığı mübahisəlidir. mən razıyam bu məsələ ki, mübahisəlidir. Demək, ancaq belə bir qanunlardan başqa, formal məsələlərdən başqa da reallıq var. Hətta 2020-ci ildə belə bir prinsip var idi ki, təbii ki, 2020-ci il müharibəsi, 44 günlük müharibəsi tek Azərbaycan layihəsi deyildi, bu razılaşdırılmışdı. Türklərin dəstəyi, Rusların icazəsi olmasaydı bu mümkün değildi. Açıq deyil də hər şeyi. Yox, təbii, əlbəttə. 2016 necə saxladılar? Rusiya Müdafiə Nazirinin zəngi ilə zakirəsini var. Bəli. Və belə bir prinsip çıxdı ki, 2020-də ki, Putinlə, Ərdoğanla dil tapmaq üçün İlham Əliyev olmalıydı. Hansısa bir Azərbaycan demokratik liderinin Putinlə dil tapması çətin məhsullardır. Mikhail Saakashvilinin təcrübəsini göstərirlər. Nikol Paşinyanın təcrübəsini göstərirlər. Moldovanların təcrübəsini göstərirlər. Zelenski hakimiyyətə gəlmişdi o şüarlardan ki, Ruslarla dil tapmaq lazımdır. Mövsüm bəy, bilirsiniz, əlbəttə, bütün bunların hamısı çox mübahisəli məsələlərdir. Mən bütün bunların əvəzinə bəlkə də ən az mübahisəli olan bir tarihi göstərə bilərəm ki, əgər Azərbaycanda Rusların təhriki ilə 1993-cü ilin qiyamı baş verməsəydi, Qarabağ məsələsi ilə o bitəcəkdi. Və həmin o hərbi qiyam zamanı bu ailənin başçısının ki, indi millətə ümumilli lider obrazı ilə sırayırlar, oynadığı destruktiv rol olmasaydı, elə həmin vaxtı o müharibə bitəcəkdi. Bu bir. İkincisi, tamam Qarabağın nə zamansa Azərbaycanın nəzarətindən feilən və hüquqən çıxacağını, Azərbaycanda bir nəfər də olsun Azərbaycanlı psixoloji baxımdan özünə yaxın buraxardı mı? Yox, məncə. Elə bir Azərbaycanlı yox idi. Hər bir Azərbaycanlı bilirdi ki, o torpaqlar bizimdir, əlbəttə alacağıq. Yəni, geri alacağıq. Bu baxımdan Azərbaycanın öz əraziləri üzərində suverenliyinin bərpası nə qədər gecikmiş sayılır? Buradan 20 il, buradan 27 il gecikib. 27 il gecikib və Azərbaycan ərazilərində Azərbaycan dövlətinin suveren hüquqlarını təmin etmək naminə bir ailə 27 il hakimiyyətdə qalır və 27 il ərzində Azərbaycanı amansız korrupsiya əməliyyatlarına məruz qoyursa, biz indi necə ayırmalıyıq ki, bunların hansı prioritet olub? Hüdudsuz var dövlət qazanmaqmı, yoxsa mən 27 il ona görə hakimiyyətə qalıram ki, hökmən Qarabağ almalıyam? Bir neçə məsələ, birincisi xatırladım, 93-cü ildə vəziyyət necə idi? Güclə son qüvvələri girib Füzulini saxlamaq mümkün oldu. Yadınızda olsa Füzulinin müdafiəsinə rəhbərlik etmək üçün şəxsən İsa Qəmbər getmişdi. Parlament spikeri getmişdi. Arif Hacılı bilirdi. Mən hatırlayıram məsələləri. Həmin dövrdə Azərbaycanın revanş götürmə imkanları daha çox idi və revanş da götürmüşdü.
okey. Azərbaycanın doğrudan bu faktik olarak Qarabağın ərazisində içərisində gedirdi. Dağlıq Qarabağın içərisində Xan kəndinin yaxasında döyüşlər gedirdi. Bəs mən həmin vaxtların o mübahisəli durumlarına qayıdıb oradakı mübahisələri bərpa etmək istəmirəm. Yəni onu demək istəyirəm ki, bu ailə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün 27 il ərzində müthiş korrupsiya təşkil eləyərək hüdudsuz var dövlət qazanır. Süre bilərsə deyim. Mən sizə bu sayede tam razıyam. Ve bu sualı mən bir neçə buna İkincisi, axı kim onu net olarak argümentləşdirə bilər, bütün mübahisələri kənara ataraq, mübahisəli görünəcək argümentləri kənara ataraq ki, Azərbaycanda normal demokratik bir hakimiyyət olsaydı, həmin hakimiyyət Qarabağ məsələsini bəlkə 90-cı illərin sonuna qədər həll edib qutaracaqdı. Və yaxud 2000-lərin əvvəllərində böyük neft bumu ki başladı, 2003, nə bilim mən, 2010 bu illər ərzində. Yəni, bu yeganə açar bu Əliyev ailəsidir demək, bu son nəticəni argument olaraq götürüb köhnə tarixə pərçimləmək istəyidir. Mən də deyə bilərəm ki, xeyr, Qarabağın azad edilməsi əməliyyatları təxminən bir 20 il gecikdi. Ya 15 il gecikdi. Biz həmin o yazlıq qaçqınlar, nə bilim 15 il artıq əzab və istiraf çəkdilər, yeri gəlmişən hələ indi də çəkirlər, Dədə-Baba yurtlarına hələ qaytarılmayıblar. Azərbaycanın müdafiə xərcləri, hərbi xərcləri amansız talanlara məruz qaldı. Yaxşı, müharibə vəziyyətində olan və böyük müharibəni aparmaq niyyətində olan bir ölkə təkcə bir hərbi anlaşma, hərbi məhsulların alış-verişi anlaşmasında 150 milyon dolları necə at-qat edə bilir? Əgər niyyət o torpaqların azad edilməsi üçün hakimiyyətin müqəddəsatını uzatmaq idisə. Qənimət, bir dəqiqə biz Yahudi programda deyilir ki 10 dəqiqə bundan əvvəl mən barikadın o biri tərəfindeydim, Saman tərəfindeydim. Mən bu dəqiqə mövqe qoymuram. Mən başqa bir mövqeyi... Yox, mən bu sualları sizə vermirəm. Yox, bu sualları sizə vermirəm. Bu suallar ritorik suallardır. Bu mən cavab üçün vermirəm və siz məndən mübahisə eləmirəm bu məsələləri. Mən mübahisə eləmirəm, mən retranslat edirəm o mövqeyini ki... Yox, aydındır, mən axı bu sualları sizin cavablarınız üçün səsləndirmirəm. Bu sadəcə ritorik suallardır. Yəni cavabı öz içində olan suallardır və yaxud sual şəklində ifadə edilən cavablardır. Mən sizin suallarınıza belə cavab verirəm, yoxsa cavab gözləmirəm əlbəttə. Okey. Onda belə bir sual var ki, 2008-ci ildə Mikhail Saakashvili Cənubi Osetiya problemini bağlamışdı. Gürcülər bütün Osetiya ərazisini azad edildilər, ondan sonra Ruslar gəldi, girdi. Söhbət axı tək bizim gücümüzdən getmirdi. Mən hesab edirəm ki, 94-də tutaq ki, 1-2 il pauza götürüb, hətta 96-97-də məsələni bağlamaq olardı. Söhbət xarici qüvvələrdən gedir. Mikhail Saakashviliyə Putin imkan vermədi. Paşinyanla Putin münasibətlərini görürük. Maya Sandu ilə Putin münasibətlərini görürük. Və yəqin ki, Azərbaycan demokratik lider olsaydı, fərq etmir. Bu İsa Qəmbər olacaq, Ali Kərimov, Etibar Məmmədov, bilmirəm ki, İlqar Məmmədov, 2013 İlqar Məmmədov, nəzərdə tuturam, təbii. Eyni vəziyyət də bizdə olacaqdır. Bilmirəm, mən hər halda bilirsiniz, köhnə keçmiş tarix üçün yeni ssenari yazmaq fikrində deyiləm. Amma əminliklə bildirirəm ki, bu nəticəni daha tez əldə eləmək olardı. Çox ümid edirəm ki, siz haqlısınız. Çox ümid edirəm. Və bir sonuncu blok, hadisələr indi cərəyan eləyir. Bakı ilə Moskvanın münasibətlərində gərginlik fonunda və bu gərginliyin artacağını həm Bakıdakı, həm də ki Moskvadakı ekspertlər
deyirlər ki, olacaq. Aa, bu совпадение. Совпадение. Yani tesadüf mü? Ya bu Yoksa tesadüf diye yok. Tesadüf diye yok. ha yaxşı üst-üstə düşürmü yoksa uyğundur mu? Yani elə demək olar. Ha. Ee, bilirsiniz Möhsün Bey, bu konkret bu istiqamətdə niyə proqnoz belə nəyisə dəyərləndirmək çox çətindir açığı. Çünki hər iki ölkə kifayət qədər qapalı və avtoritar rejimlərdir. Bu rejimlərin hansı informasiyalar əsasında qərar çıxardıqları və yaxud çıxardıqları qərar, çıxarmağa hazırlaşdıqları qərarlar haqqında o qədər xəsis informasiyalar olur ki, adamda bir dəqiq təəssürat yaranmır. Mən bu yaxınlarda bir Türk kanalına müsahibə verdim, YouTube kanalına ilgilənmişkən. Orada da məndən soruşdular ki, yani söhbət təxminən kontekstə düşdü Rusiya. Həmin dedim orada bir ziddiyyət var. Orada bir ciddiyyət daha çox oxşayan bir ziddiyyət var. Ama bayağı ben bir söz dedim. Emin ağalar gelir sosyal kurort fikir. Bu tipli informasiyalar da var. Sokara mesela Rusya neftini sanksiyalardan yayındırıp sattığı için Sokar'ın bir töreme şirketine Avrupa Birliği tarafından sanksiya koyuldu kimi informasiyalar da var. Azərbaycanlıların təşkil etdiyi və İlham Əliyevin əlbəttə bilavasitə nəzarətində olan bir şirkət Rusiya neftinin ən böyük qara satışçılarıdır. Bu informasiya da var. Yeri gəlmişəm bu informasiya İlham Əliyevə bağlı olan adamların şirkəti kimi yox, amma fakt olaraq dünən hökumət qəzetlərində də çıxıb sonra da yığışdırıblar. Siliblər o informasiyanı. Yəni belə dolayı informasiyalar da var ki, həm bu Rusiya və Azərbaycan arasında, bu iki rejim arasında münasibətlərin düşmənçilik həddinə qədər gəlib çıxdığını iddia etmək üçün kifayət əsaslar verir. Həm də onu şübhə altına almaq üçün çox ciddi əsaslar verir. Ona görə də şəxsən mənim üçün çətindir. Opa. Ona qədər ki, indi İlham Əliyevin çox ciddi şəkildə güvəndiyi, ümid bəslədiyi Trump'ın böyük ehtimalla laflaması baş verəndə hansı yeni bir dayaq lazım olacaq. O dayaq Putin mi olacaq, yoxsa bəlkə vaxtı heç Putin'də qalmayacaq, bu artıq başqa məsələlərdir. Bir də əgər bu münasibətlər çox ciddidirsə, yəni çox ciddi şəkildə korlanıbsa, məndə istərsəməz belə bir sual da yaranır ki, o halda İlham Əliyev öz ailəsinə məxsus olan Rusiya ərazisindəki milyardlarla dollar dəyəri olan daşınmaz əmlak və bizneslərdən imtina edibmi əcəba deyə düşünürəm. Yəni belə suallar çoxdur. Evet, bəli, tabii. Hatta bu bilirsiniz, icazənizlə bir filmimizi açım. Belə bir ifadə qəlbə işlətdi və mən bu ifadəyi tam dəstəkləyirəm ki, biz jurnalisti, bizim danışmaqdan başqa əlimizdən nə gəlir və danışmaqdan başqa bir işimiz də yoxdur. Bu ölkədə bir siyasi proseslər yoxdur ki, orada nədəsə iddia edilən, təbii. Danışmaqdan başqa mən həm də yazdıram, mən romanlarım çıxırardım. Təbii. Mən başqa şey getirmək istəyirdim, yəni dil problemidir məndə, başqa bir şey getirmək istəyirdim. Yəni ki, bir normal ölkələrdən söhbət geçsəydi, orada hansısa bir analiz keçirmək olardı ki, nə baş verir, hansı proseslər gedir. Azərbaycanda çox qapalı bir ölkədir, Rusiya çox qapalı bir ölkədir. Yəni biz iki diktatorun erköyünlüklərini müqayisə edib, tutuşdurub hər hansı ağıllı nəticəyə necə gələ bilərik ki, bunların ikisi də dəlidir, ikisi də erköyündür. Bunların hərəkətlərini
proqnozlaşdırmaq mümkün deyil və bunların hər ikisi dövlət başçısı yapısından bir qədər kənarda dayanan adamlardır. Ona görə çətindir, yəni normal məntiqlə bunu qiymətləndirmək çox çətindir. Demək, yadımdadır ki, 2008'də Kommersant gezmişdim mən Moskvanın. Orada belə bir söhbət oldu Inside'da. Demək, hansısa Yugo-Vostochny, Cənub-Qərb Asiya ölkələrinin birinin rəhbərlərindən biri müsahibə verib yerli qəzetə və deyib ki, Putin mənim yadımdadır, mən o vaxtı paytaxtın, deyəsən Taylandın baş naziri haraydı. Paytaxtın meri kimi Sankt-Peterburg'a səfərə getmişdim. Sobchak idi Sankt-Peterburg'un meri. Putin'in köməkçisi idi. Mən paltomu geyinəndə Putin mənim üçün paltomu tutdu. Müsahibə Bunu kim demişdi? İmaməli Rahman mı? Yoxsa? Yox. Cənub-Qərbi Asiyada bizim Taylandın baş naziri bunu demişdi. Cənub-Şərqi olar belə. Cənub-Şərqi, bəli. Yugo-Vostochny. Yugo-Zapad, dil problemi. Yugo-Zapad. Tayland deyil. Yugo-Vostochny, Tayland tərəfi, o tərəflər idi. Ki, həmin günü qeyri-rəsmi fərman verildi. Bir neçə iqtisadi proyektləri bağladılar bu ölkə ilə, Rusiyanın. Həmin ölkə ilə, çünki bu sözləri demişdi. Ki, bu xatırlatmışdı. Putin mən paltomu tutdu sözünə görə. Kömək etdi mənə ilk paltomu giyməyə, Sobchakın köməkçisi kimi. Bu, belə bir hadisə baş vermişdi. Yəni, bu sizin sözünün qüvvəti ki, siz deyirsiniz ki, ikilər diktatorda ağlarına gəlir, eləyirlər. Ağlına nə gəlir? Yəni, sizin sözünün qüvvəti. Okey, dostlar, bu Echo Baku proyektinin növbəti buraxılışı idi və qonağımız Azadlıq qəzetinin baş redaktoru, Azərbaycan Saatı layihəsinin rəhbəri Qənimət bəy Zahid idi. Qənimət bəy, çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Təşəkkürlər. Çox sağ olun, maraqlı söhbəti üçün. Və ənənəvi qurtarış hamına sülhlü göy və möhkəm sağlamlıq arzularıydı. Sağ olun. Sağ olun. Sağ olun.